Pərvanə ilə bağlı nə demişdi o da oldu. Nə demişdi o da oldu. Çay verməyə əskər. Fəridə Məmmədova Pərvanəni Xoşgədəmin verilişində də elə biabırçı şeylər çox idi. Çox idi, amma Buyur. Xoşgədəmin verilişində olan Pərvanə var idi ha. O Pərvanəni ərinlə özün pul qarşılığında Xoşgədəmə qarşı danışdırdılar. Bununla bağlı mənim əlimdə tonlarla əsas var. Tonlarla əsas var. Sadəcə olaraq getmək istəmirəm. Orada da bir Azərbaycanlı qız var. Nə idi onun adı? Nina. Nə idi onun adı? Nina? Gülüstanlı qız. Ay Allah. Dostlar, Gülüstanlı qızın adı nə idi? Həkim. Sarışın qız. Nə? Sarışın qız bildim kimi deyirsən. Əsrə Xoşgədəm eləmədi xəstə onu. Niyə Xoşgədəm eləsin? Xoşgədəmə Manana yox, o başqadır, Manana nədir? Orada danışan qız var deyə bir dənə. Diana. Həmin Diana prosesin için nə idi? Əntiqə xanım, mən o məsələləri, bax Xoşgədəmdən xoşum gəlmir, bilən bilir. Xoşgədəmdən mənim bir xoşum gəlmir, bir başqa. Bir də bir inciliyim var, bir başqa. Həqiqətən, çox biz incimişəm, üzrə gəlsəm özünə sözümü deyərəm çox sərt formada. Təbii ki, etika çərçivəsində. Amma o söhbətdə Xoşgədəmin günahı yox idi. O söhbətdə Xoşgədəm onu qəbul elədi. Sonra onları yola saldı ki, get balanın yanına və burada ona xəziyyət diaqnozu qoydular. Xoşgədəm ona burada iynələr köçürürdü. Onlar buradan getdilər. Gedəndən sonra orada onlara pul verdilər, o danışdı. Nədən bildim? Həmin bu Diana xanım var idi. Diana xanım deyir ki, Səfər bəy, zəng elədi, məndən pul istədi. Nədir bu Pərvanə? Dedim bir dəqiqədə, Pərvanə sənə niyə pul istəyirdi ki? Mən tutdum ki, həmin bu Diana, bu söhbətin içindədir. Bunlar Xoşgədəmə qarşı danışdırıblar. Pulu qutarandan sonra adətən belədir. Yenə başlayıb pul istəməyə. Bu da deyib, yoxumdu. Sonra verərəm. Bax, şey də buradadır. Bax, izafət də buradadır. Qoy görüm, izafət qorunmasa, qoşulsam, izafəti qoşacaq. Salam ağa, salam. Qoşul qardaş, qoşul. Məncə qoşulmayacaq izafət. İzafət qorxur, qoşuldu. Qoşuldu. Axşamı xeyir. Axşamı xeyir. Axşamı xeyir. Necəsən? Nə var, nə yox? Yaxşı, sağ ol, balan sağ olsun. Bayramınız Yaxşı olasan. Evdə işlə nətərdir? Balalar nətərdir? sağ ol, qurban olum. Sağ ol. Nə olub? Mən sənə sual verəcəm. Sual. Səsim bağlandı. Ay İzafət, oralarda nətərdir vəziyyət? Sağ ol, balan sağ olsun, yaxşı. İzafət, gəl belə danışaq da. Mənim ümumiyyətlə xarakterimdə kimsə müdafiə eləmək yoxdur. Mən tənqidi yaxşı edirəm. Amma gəl açıq danışaq. Azərbaycanda siz burada olanda verilən o diaqnozlar doğru çıxdı yoxsa yox? Doğru çıxdı. Pərvanə xanım nədən dünyasını dəyişdi? Gerçəkdən. Pərvanə öləndən sonra onun məzar daşının adını kim götürdü? Sağ olsun Xoşgədəm xanım. Xoşgədəm Hidayət qızı götürdü. Doğru. Ölməmişdən əvvəl də Xoşgədəm gəlmişdi, ora səhv eləmirəmsə. Doğrudur. Mənə hələ də maraqlıdır. Orada nə baş verdi ki, sizi Xoşgədəm xanıma qarşı danışdırdılar? Nə baş verdi? Nə təryan? Orada sizin bir arala Xoşgədəm bəyə qarşı elə bir kampaniya qoşulmuşsunuz da, danışırdınız ki, Xoşgədəm xanım səhv deyib, Ximyanımla səhv götürüblər. Məncə o məsələdə sizi idarə edən var idi. Mən belə düşünürəm, ha. Olan bir deyil. Yox, idarə heç kim eləmirdi. Bax, mən bir Allah'a inanıram. Bir də doktora. Doğrudur mu? Ki özgə başqa şeyə inanan varam mən. Bunlar nə dedi burada, mən də onu elədim. Amma bu adam ölən gününə kimi məddə metastaz verib, deyirəm, ağız bu xərç, hamı deyir, bu rakdır da, rak deyirlər. Unutsak, indi mən xərçəkdir. Yenə deyirlər, yoxdur bu da, amma Bakıdakı diaqnoz doğruydu. Doğru diaqnozuydu, məddədən idi. İzafətdə görüm, Pərvanə sağlığına doğrudan sənə çox əziyyət vermişdi. Sən onun haqqını halal eləmsən? Mən 4 baliyə davam elədim, Göğhan baxırdım ha. Mən 4 Yox, bilirəm, yox. Bir dəqiqə. İzafət, sənin böyük ürəyin var. Sənin həyatda yanlışlıqların var. İzafət, Pərvanənin neçə övladı sənin birgə nikahdan dünyaya gələndir?
2 dənə. Bir oğlan, biri O qız. əlavə o biri 2 uşaqlar hanı? Məndədir, məndədir. Hamısına sən baxırsan. Mən baxıram. Həqiqətən də sənin böyük ürəyin var. Hər adam onu eləməz. Vallahi billahi eləməz. Sənin çox böyük ürəyin var. Sual verdim sənə, cavab vermədin. Pərvanənin sənə elədiklərinə görə Pərvanəni bağışlamısan, amma səmimi ol, düzün də. Amma onu da deyim ki, həqiqətən sənin bağışlamamaq üçün bir haqqın var. Çünki sənə qarşı çox zərbələr dəydi. Mən buna şahidəm. Mən doğrudur, səndən razıyam hər şeyə. Amma haqqımı halal eləyirəm da, nəyə görə balalarım var. Allah baxın gözdən. Allah sənin balalarını saxlasın. Onu da, Səni onu əmr da. edeyim ki, Bu sənə xəstəlik əmr edeyim ki, əgər o dünyada cənnət, cəhənnəm deyilən varsa, mən düşünürəm var, Pərvanə sənin ayaqlarına düşüb səndən 1000 dəfələrlə üzr istəyəcək. Buna əmin ol. Buna çünki Pərvanə sənə qarşı bir çox hərəkətlər elədi və mən sizə bir şey deyim mi? O verilişdə Pərvanə sənə elədikləri davranışları mən görürdüm. Həmişə onu düşünürdüm. Bax deyirdim ki, mənə atırdılar. Mən ümumiyyətcə Azərbaycan verilişlərin, and olsun Azərbaycan verilişləri mənim evimin televizoruna yoxdur. YouTube'dan, TikTok'dan göndərirdilər. Deyirdim bu insanın bir imtihanı var. Mümkün deyil. Bir adam bir adama qarşı bu qədər əzici olmaz. Bu qədər aşağılayıcı olmaz. Bilirsiniz, bir insanın arxası. Bilirsən, bunu efirdən kənarda nəysə demək olardı. Nə bilim, mən tam səmimi deyim. Bir də incimə deyəcəm tam səmimi. Bu həyatda öz ömrünü yarı yolda kəsən Pərvanənin öz xarakterləri oldu. Yəni o adam sırf Allahın qəzəbinə gəldi, mən deyə bilərəm. Kimsə məndən inciyib burada mənə nağıl dərs keçməsin. Necə? Bir yazıbdır burada, deyirəm Səfərə denəm. Nə yazıb, nə yazıb? Antiqə bir yazıb, deyirəm Səfərə denəm. Başa düşmədim. Ay İzafət. eşidirəm elə, eşidirəm. Xoşqədəm xanımın deyə görüm sənə bu uşaqlara demiş ki, daimi onların yanına bir dəstəyi zadı var yoxsa yox? Var. Öydən Allah baxır. Balalarımız danışmaq var. Allah kömək olsun. Var. Ay dostlar, mənə tez-tez yazırsınız ki, Zaurdan danış. Zaurun verilişindən gedən adamların hansı birinə getdiyi gündən sonra Zaurun dəstəyi olub. Zaur bilirsiniz nədir? Zaur Əzrail xarakterli bir adamla. İnsan ölən kimi əl çəkir ondan. Şeytan, şeytan. Deyir, şeytanla var belə bir xislət. Bir insanın sağına keçir, soluna keçir, aldadır. Onu ölüm məqamına gətirir. Öləndə əl eləyir, gedir. Bax, Zaur eyni şeytan xislətli adamla. Var elə bir adam, tanıyırsınız. O oradan gedəndən sonra Zaur onunla əlaqə qurub ona dəstək olsun. Amma Xoşqədəm buradan Gürcüstana bu ailəyə dəstək olur. Yenə deyirəm, valla Xoşqədəmlə xoşum gəlmir. Özə qəzəbim var, görsəm deyəcək sözüm nə var. Amma Zaurla bağlı hansısa bir adam gəlib bu cür razılığına danışsa, qoşarsınız mənə, amma tanıdığımız adam olsun da Zaurdan 200 manat alıb bura çıx danışan olmasın. Bilək ki, o Zaurun verişində olub, olmayıb. Çıxsın mənim verişimlə danışsın. Mən buraxacam onu efirə. Valla buraxacam. Yoxdur belə bir adam. Zaurun pulla, qəpi ilə başı bərabərdir. Belə bir söz var. Bax odur. Dostlar, xahiş edirəm ekranı bəyənində 710 adam var, amma ekran bəyənməsi çox azdır. Hər birinizdən xahiş edirəm 1 dəqiqə ekranı bəyənin. Ay İzafət, böyük uşağın neçə yaşı var sizdə? 12 yaşı var. Balacanın bəs? 5 yaşı tamam oldu, noyabrın 25'ində. Allah saxlasın. Balan sağ olsun, sağ ol. Canın sağ ol. De görüm qaynanla baxır uşaqlara. Ne? Düz aynen bakıyor. Allah sağ. İşləyib eləyirsən yoxsa yox? İşləyirəm hə. Lap yaxşı. İşləyirəm sağ ol. Deyir, Nara yazır ki, Tutunu atasına imtina elətdirdi. Olan qalan evi satdı, Tutun məhv elədi. Bəli, Tutunun da həqiqətən bu vəziyyətə gəlməsinin səbəbkarı Zaur Baxşəliyevdir. Bax, istəyirsiniz, Tutu qoşulsun bura, özü də onu deyəcək. Valla. Gözəl hanı gözəl yoxdur burada, gözəlim mən bura qoşam. Yoxdur gözəl. Dostlar, xahiş edirəm, ekranı bəyənin, çox xahiş edirəm. Bir söz olar deyim, icazə verirsiniz. Buyur. Burada bir Qadir adında olan var, Qarabağ qazisidir. O İlhamın canlısı ilə bağlı danışacaqdı. O Qazi hanı, Qadir hanı gəlsin, yazsın, qoşun. Elə Qadirdir, adı Qadirdir. Hədə Qadir bilirəm, tanıyıram o oğlanı. Gəlsin, görüm nə danışacaqdı, bilmirəm. Gəlsin, yazsın, bura qoşun. Deyir, gözəl canlıda pul yığır.
Dostlar, xahiş edirəm ekranı bəyənin. Ay Maqay, sən nə edirsən? Mən Zaurdan danışdım, kimlə danışdım? Nətən səfər başa düşmədim. Yazır Axşam- ki, nə vaxtsan nə edələm Zaurdan danışırsan. O gün 10 gün heç Zaurdan danışmadıq. İndi də verilişin bağladılar da danışaq da, nə qarət danışmaya. Elşən Məmmədov, xoş gəldin. Xoşqədəm xanım ora gələnin hamısına kömək olur. Yalan söhbət hamısına olmur. Tovuzdan gələn bir gəlin gəlmişdi, ona evini remont elətdirdi. Ola bilər o cüzü bir remonta puldur, amma hamıya kömək ola bilmir də, olmur. Yəni düz danışmaq lazım. Amma izafətçilə kömək olur. Yəni bu danılmaz fakt ki, izafətçilə kömək eləyir. İzafət özdə deyir ki, gün-günə kömək eləyir. Günü bugünə kimi gənə deyirəm mən. Adam gəl göydən Allah baxır. O uşaqları... Dostlar, bilənlər bir desin, gözəl nəri qaçıb Füzuli. Sanımda pul yığmaq qazanan olmuyor. Rəhim, təşəkkür edirəm, sağ olun. Rəhim nasıl yazmış? Gözəl deyir Zaurun, vaxtilə gözəl. Vaxtilə gözəl. Zaurun sözü ilə öz canlısına məni söyürdü. Sonra gəldi, çıxdı mənim canıma, məndən Zauru söydü. Və ilahi ədalət var, ay Zaur. İzafət getdi. Hazır Zaurun, Mehriban yazdı ki, Zaurun axırına çıxdın. Zaurun axırına mən çıxmadım, özü çıxdı. Günəş Rıza. Mən dedim ki, Zaurun verilişində olanlar hamısı bir gün mənim canlıma gələcək. Vallahi necə dedim, elə də oldu. Dostlar, xahiş edirəm ekranı bəyənin, 700 adamıq. Çox xahiş edirəm, 700 nəfər izləyir canlını, xahiş edirəm ekranı bəyənin. Ay qardaş, vallahi gözəllə pişik də bir yerdə yaşaya bilməz. Yəni pişik sakit alır. Gözəl dəlidir, gözəlin psixoloji problemi var. Kim yaşar onunla? Yalan dünyanın sənədir. Dedim axı, denən görünə sənədir. Yazır Zaur Fərardır. Bunu da mən yazmadım da. Bir də yalan dünya yazır ki, sual verdin, cavab vermədin. Təzdən ver. Sakit. Allah səni... Deyir Səfər, Allah səni eşitdi. Nətər? Səfər, Allah səni eşitdi. Ya, elə deməzdim. Yəni, kim desə ki, yazırlar Zaurun axırına çıxsın, Zaurun axırına mən çıxmadım. O deyir, şeydir, Kərbalayın evin Allah yıxdı. Bax, həmin məsələdir. Orada elədikləri Allah. Siz bilirsiniz Zaurun verilişində, Zaurun günə qazancı nə idi? Zaurun günə qazancı 5-10 min arası idi. İnanırsınız ona? 5-10 min. Bu elə pul deyil. Aya yarım milyon yaxın pul eləyir. Hamısı qara pullar idi. Hamısı qara pul. Onu da qurutdular deyə də. Rəhim yazır ki, səndən orada olanların hamısı səndən üzr istəyəcək. Yox, niyə istəsinlər? Mənim arxamda danışanlar elə belə desələr ki, bir bağışla, mən bağışlayacağım bunların hamısını. Deyir ki, Selin yazır ki, Zaurun axırına arzu zarıyla nə bilim nələri çıxdı. Yalan dünya deyir, şota düşməklə bağlı. Harada şota düşməklə bağlı Merina xanım? Hara şota düşür, onu bilən deyilsən, elə bilim də. Yaz mən deyəcəm. Zaur ondan yaxşı, Zaur özü yazır, bax. Zaur ondan yaxşı veriliş açacaq deyir. Prosto mən bir şey pis oldum. Gərək Zaur elə əlim bulamışdı, elə Esmiranı ərə verib sonra bağlayaydı. Çox pis oldu. Çox pis. Allah insafını kəssin. Daha Esmirana ərə verəydin də, ha? Ay xanım, elə Sən adamlar ki, ağlamaq ki, görmüşük keçmişdə, analar, atalar qan barışdırardı. Onun qızı onu gar, mən o qızı çox istəyirdim. Sonra biraz arada səylədi. O qız getdi, əri ilə barışdı. İndi Azərbaycan cəmiyyətdə, indi görüb onun əri başqa bir yeri evlənib, eləyib. Bu da fikirləşdi, bax ki, adam real danışadı. Nə normal ailə quranmadı, övladları yekəydi. Fikirləşdi ki, mən hansı bir adamla ünsiyyət qursam, bir müddət sonra mənimlə əlaqəni kəsəcək, mən yenə tək qalacam. Xanım o yolu seçmədi. Getdi, evli olan uşağının atası ərin bağışladı ki, barışsın, uşağına da baxsın. Həmin bu Esmira ona dedi ki, sən gərək başqa adama ərə gedəydin, onunla barışmayaydın. Artıq evlatlıqdan rədd elədi o qızı Nigarı.
Niyə? Səbəb nədir? Nə sən istəyirdin sən qızın burada qala əxlaqsızlıq eləyə, üzr istəyirəm. Pis başa düşmür. Yəni sən bunu istəyirdin. Nigar nədir? Nigar əməlli başlı qayıtdı özərinə. Nigarın övladlarına onun atasından yaxşı heç kim baxa bilməz. O da başqa bir ata gətirmədi uşaqlarının içinə. Getdi öz uşağının atasının yanına. Uşağının atası o arvadına saxlayacaq, buna da baxacaq. Şu ən doğru seçimi o elədi. Bala üçün özünü fəda eləmək bu deməkdir. Balaya özünü qurban vermək budur. O da çıxır verilişdə kağız yazır. Zaura nə lazım? Zaura reklam lazımdır. Zaurun qohum əqrəbəsində problem yoxdur. Zaurun qohum əqrəbəsində o qədər problem var. Zaur 11-ni efirə çıxartmış. Zaur özü əmləri ilə düşməndi, onu efirə çıxartmış. Götürdün Ağad Esmirhanın kağızını oxudu ki, mən qızıma imtir eləyirəm, nə bilim, ona varislik vermirəm. Nə lazım idi bu? Əlbəttə düz hərəkət elədi. Yo, yazdılar ki, gedib. Təbii Esmirhan ona görə imtin elədi də onunla. Bir daha dostlar yazın görüm biz doğru deyilik yoksa yalan. Əskər say vermə. Bax indi eşitmir. Ən yaxşı tutlu qadın. Sızmaq ya, sızmaq. Ha doğru mu mən okumanı? Dəfə. Ha. Sana video attım, mən gəlmir. Ona bir dənə baxarsan, sağ ol. Nə videodur? Gəl bir videodur. Ona bax. Kimli bu? Zahin adı belki kimli? Arzu. Arzu. Bu nə də? Bura hara klubdur bura? Ha. Ahraşama mahir de sayılır ya. Burada yazırlar ki bardadılar. Ha valla bar Arzun neynir öz aramızda. Say verin demədin. Yok hep bu bar Arzun neynir? Nəhlət saçı o şeytandan ha. Mən sizə bir şey deyim mi? Həyatda Allaha ağır getməsin də. Həyatda ən bədbəxt adam yaxınlarının bu duruma, bu günə düşməsidir. Tem böyle efirdə. Efir olmasa 5 inanır, 5 inanmır. Ha onları kimli bara bırakan 70 yaşları var. Buyur. Yay tətilinə deyir gedəcək Nigar hələ Esmirhanın yanınadır. Esmirhanla küsülü də ona belə çıxır. Esmirhan artıq ona varis eləmədi də onu. Düzdür? Səhv eləmirəmsə elədi. Vəliyev Mələk yazır ki, kafedir. Nə bilim vallahi, hər nədir bir onu biləm ki, bir abırsıqdır. Dostlar, xahiş edirəm ekranı bəyənin. Çox xahiş edirəm. Bu axşam canlı yayımdan xeyli adam oldu, amma bəyənmə zəifdir. Deyir, küsülü deyil, amma anası imtin elə. Anası ona varis kimi tanımadı da onu. Dostlar, xahiş edirəm ekranı bəyənin də. Ekran bəyənməsi azdır. Esmir Hamiyə deyir ki, Zaur tətiləmənlə baxdım bugün, ay qızlar deyir, təzdən qaydacıyıq ora, özünə iş yer seçib, oranı bəlkə getməzik. Axırda orada pensiya çıxmasa mənə deyirsiniz deyir. Ay bala deyir, kim deyir onu, tətilə çıxıb deyir. Hələ yay tətilinə 80 il var. Yəni, uşağın nənəsi nəvəsinə Nigarın oğluna evi yazdırıb, onun adınadır. Nigarın ata nənəsi öz evinin nəvəsinin adına yazdırıb Balakəndə. Qız da bu vəziyyətdən təsirlənib, anası öləndən sonra əri ilə barışmağa qərar verib. Çox doğru addımdır. Çox doğru addımdır. Deyir, gözəl verilişdə çıxış eləyir. Dostlar, ekranı bəyənəkdə xahiş edirəm.
Mən nə elədim Esmeradon ayaqqabını ala bilmədim. Da Zaurun axırına çıxan ayaqqabı oldu. O ayaqqabının şəkilləri də var ya mənlə canım üçün.